Hamınız bilirsiniz, Cümadül Əvvəl ayının 5-i Əmir-əl-Mumininin o qürumən qızı Həzrəti Zeynəbin doğum günüdür. Salam olsun o Əlinin qızına. Kərbəla hadisəsində Həzrəti Zeynəb siması danılmaz bizi. Bir dənə xanım bütün bu faciələrin içində öndə. Zeynəb Kərbəlanın həm tibb bacısı, Zeynəb Kərbəlanın həm tarixçisi, Zeynəb Kərbəlanın həm təhlilçisi, Zeynəb Kərbəlanın həm yaşadıcısı, həm ravisi. Necə ki şair deyib. Əmir-əl-Mumininə xitabən Zeynəbin nəqşini failiyib və deyib: olmasaydı qızıvun məntiqi bir rasiyəgər, oğluvun nehzətinə yetmiş idi dəsti xətər, Neynəva faciəsindən yox idi indi əsər. Əgər əsər var Zeynəb xətrinə, Zeynəb zəhmətinin nəticələridir. Bir xanım ki, Allah Rəsulü ona seçdiyi ad atasının zinəti idi. Amma Zeynəbin həyat tərzi bunu sabit elədi ki, Zeynəb nə tənha atasının, ümmətin, millətin azadlıq uğrunda hərəkət edən millətlərin zinətinə təbdil oldu.